Yol hərəkəti haqqında qanunun 50-ci maddəsi hərəkət sürəti və nəqliyyat fasilələrinin arasındakı ara məsafəsi haqqındadır. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsini, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 km-dən çox ola bilməz. Yaşayış zonalarında isə, həyət ərazilərində isə saatda 20 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər. Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda saatda 110 km-dən çox olmayan sürətlə, başqa yollarda saatda 90 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər. Şəhərlər arası və xüsusi kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər. Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda saatda 90 km-dən çox olmayan sürətlə, başqa yollarda saatda 70 km-dən çox olmayan sürətlə hərəkət etməlidirlər. Banında adamlar daşıyan yük avtomobilləri saatda 50 km-dən çox olmayan sürətlə getməlidirlər. Yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri saatda 50 km-dən çox olmayan sürətlə getməlidirlər. Təhlükəli ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. Sürücü sürətdən və ya hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədi ilə asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlayıbsa və ötürsə, bu tələbə əməl olunmur. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. Sürücülərə nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq, yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün lazımı olan hallar istisna edilməklə nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən, radarlardan qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 informasiya stendi servis nişanı və əlavə məlumat nişanı yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 maksimum sürətin məhdudlaşdırılması nişanı quraşdırılmalıdır. Belə servis nişanı və 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.